Qatı duman Zaqatalada qəzaya yol açıb. Körpüdən çaya aşan avtomobildə bir nəfər həyatını itirib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə rayonun Car kəndində baş verib. Car kənd sakini 72 yaşlı Molla Muhad Carayev idarə etdiyi Uvaz markalı avtomobillə Zaqatala rayonunun Car kəndində meşə yolu adlanan ərazidə hərəkətdə olarkən qatı duman və yağmurlu hava şəraiti səbəbindən idarə etməni itirib və avtomobil körpüdən çaya aşıb. Nəticədə sürücü Molla Muhad Carayev hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, Car kənd sakinləri, mərhumun həyat yoldaşı 63 yaşlı Aşura Carayeva, 67 yaşlı Nuraddin Abdullayev və 55 yaşlı Vüqiyyət Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılarının Aşura Carayevanın vəziyyəti qənaət bəxş olduğundan ona Zaqatala Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evi ambulator müalicəyə buraxılıb. Digər iki yaralının vəziyyəti isə orta ağırdır. Onlardan Abdullayev Nurəddin Qurbanoğlu 1947-ci il təvəllüdlü, müayinə zamanı qapalı kəllə beyin travması, təpə nahiyəsinin əzilmiş, cırılmış yarası, sağ döş qəfəsinin sağ tərəfinin 4-cü, 5-ci, 6-cı qabırğanın sınığı diaqnozu qoyulmuşdur. İlkin ehtimallara görə yol nəqliyyat hadisəsinə səbəb əlverişsiz hava şəraiti olub. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. İlkin Piranov, Mübariz Məmmədov, Space, Zaqatala.